Salamlar əzizlərim, gözəllərim. Buradan gəlmişəm yenə salamlarımı göndərəm, dərsimi izah edəyəm. Ancaq bir şey deyim ki, sizə belə bir pis hadisə başıma gəlib. Çox qəşəng bir video çəkmişdim. Sonra hamısını bir araya yığanda gördüm ki, səs qeyd edilməyib. Təsəvvür edin ki, bu boyda videoları izah eləmişəm. Vaxt ayırmışam, ancaq videoda səs yoxdur. Yaxşı ki, baxmışam, yoxsa olduğu kimi göndərəcəkdim. Siz də olduğu kimi baxacaqdınız, görəsən nə başa düşəcəydiniz oradan. Salamlarımı göndərəcəm. Bu günlər qızlarımı qəşəng tərifləmişdim həmin videoda. Oğlanların ahı tutdu deyəsəm. Rüqəyya Dünyamalayeva. Qızımıza salamlarımı göndərirəm. Yenə də mən qızlarımı çox istəyirəm. Buradan yenə də onlara xüsusi sevgilərimi, sayğılarımı göndərirəm. Bağrıma basıram. Hüseyn və Aylin qızıma salamlarımı göndərirəm. Zəhra qızımıza salamlar. Leyla Məclumova, əgər düz yazmışamsa Məclumova qızımıza salamlar. Olduğu kimi köçürmüşəm. Bəlkə Leyla özü səhv edə bilər ya da olduğu kimidir, həqiqətən də belədir. Soyadı. Yenə də salamlar Leyla qızımıza və Nurlan Hüseynov oğlumuza salamlar. Yox, oğlanları da çox istəyirəm. Mən deyə bilmərəm ki, oğlanlarla qızlar arasında keçən dəfə də demişdim. Qızlara bir balaca elib ki, 51% sevgim qızlaradırsa, 49% oğlanlara da. Çünki həqiqətən qızları çox sevirəm. Buradan salamlarımı göndərirəm bütün abunəçilərimə, bütün məni izləyənlərə. Abunə olsanız da, olmasanız da təşəkkürlər. İzlədiyiniz üçün çox sağ olun. İnanıram ki, videolarımdan yararlanırsınız. Çalışın, tapşırıqları buradan olduğu kimi köçürməyin. Özünüz yazın və tapşırıqların doğruluğunu buradan ancaq yoxlaya bilərsiniz. Siz onu düşünün ki, müəllimi aldatmırsınız, özünüzü. Birbaşa özünüzü aldatmış olursunuz. Xeyri də sizədir, səhvi də, pisi də sizədir. Çalışın, yaxşı olsun hər zaman. Dərsimizin izahına keçidələk. Bugün, deməli, Azərbaycanda rural və urban dərsini izah edəcəm. Maraqlı dərsdir, diqqətlə qulaq asaq. Azərbaycanda hər kənddə orta hesabla 750 nəfər əhali yaşayır. Bu ortalama rəqəmdir. Ölkəmizdə kəndlər əsasən çay sahillərində, düzənliklərdə yerləşir. Ümumiyyətcə bir çox ölkələrdə belədir. Yəni ərazi yaşayış üçün əlverişli olmalıdır ki, əhali orada daha sıx yaşasın, daha çox məskunlaşa bilsin. Yaşayış üçün əlverişli olduğu ərazilərdə. Orta və yüksək dağlıq ərazilərdə kəndlərin sayı az, əhali isə seyrəkdir. Dünyada ən hündürdə yerləşən yaşayış məskənlərindən biri Azərbaycanın Quba rayonundakı Xınalıq kəndidir. Bir də var Kəlbəcərdə Yuxarı Bağırsaq kəndi var. Dəniz səviyyəsinin hündürlüyü 2000 metrdən çox olan Xınalıq kəndi 5000 illik tarix olduğu üçün 2023-cü ildə UNESCO-nun deməli mədəni irs siyahısına, daxil edilmişdi, dünya irs siyahısına daxil edilmişdi. Bununla fəxr edirik. Amma dünyada ən hündürdə yerləşən paytaxt şəhəri Boliviyanın paytaxtı La Pazdır. Bunu da biləsiniz əlavə bir məlumat olaraq. Hətta ən alçaqda yerləşən paytaxt şəhəri olaraq Bakını da verirlər bəzən. Bunu mən eşitmişəm. Ən alçaqda, ən aşağı, yəni okean səviyyəsindən aşağıda yerləşən ölkə olaraq siyahıya keçirik. Qarabağın işğaldan azad edilmiş ərazilərində müasir ağıllı kəndlər tikilir. Bu kəndlər ağıllı işıqlandırma sistemi, istiyə və soyuğa davamlı ekoloji evlərin inşası, yəqin ki, hər biriniz bildiniz, ağıllı kənd deyən kimi hansı rayonumuzdan söhbət gedir. Günəş panellərindən istifadə edilir, müasir şəhər salma standartları tətbiq edilir. Belə kəndlərdən biri də hal-hazırda əhalinin məskunlaşdığı Zəngilan rayonunun Ağalı kəndidir. Biz buradan Ağalı kəndinə salamlar, sevgilərimizi göndəririk. Bütün Zəngilanlılara salamlarımı göndərirəm. Deməli, Azərbaycanda əhalinin sayı 15.000 nəfərdən çox olan və insanların kənd təsərrüfatı ilə məşğul olmadığı yaşayış məntəqəsi şəhər adlanır. İndiyə qədər biz 5.000 nəfərdən çox deyirdik. Əhali şəhər sayılması üçün əhalisi 5.000-dən çox olan və kənd təsərrüfatı məşğul olmadığı yaşayış məntəqəsinə deyirdik. İndi hal-hazırda 15.000 nəfər. Yeni kitablarda da bunu yaxşı bilməliyik. Deməli, əhali sayı 15.000-dən çox olmalıdır və əhali insanlar kənd təsərrüfatı ilə məşğul olmamalıdır. Sənaye sahəsi burada daha çox olmalıdır. Şəhərdə əhali əsasən sənaye, ticarət, bank işləri və digər sahələrlə məşğul olur. Ölkəmizdə əhalinin 55%-ə qədəri şəhərlərdə yaşayır. Bakı şəhərində ən böyük hissəsi də Bakı şəhərində cəmlənmişdir. Və ölkəmizin şəhər, qəsəbə və kəndlərini rahat idarə edə bilmək üçün onun müxtəlif ərazilərə bölürlər. Buna inzibati ərazi bölgüsü deyilir. Bunları mütləq öyrənməlisiniz. Çox önəmlidir. Həm də sizi biraz daha inkişafa aparır. Bir nəfər yanında da, bir-iki adam yanında da söhbət edəndə bilməlisiniz ki, Azərbaycanda neçə rayon, neçə şəhər var. Paytaxtımız nədir? İri şəhərlərimiz hansılardır? Ümumi əhalimiz nə qədərdir? Bizdə şəhər nəyə deyilir? Bu ölçü vahidi 15.000 təkcə Bakı üçün, Azərbaycan üçün daha, digər ərazilər üçün, digər ölkələrdə bu rəqəm fərqlidir. Məsələn, Yaponiyada 15.000 nəfərdən çox olana şəhər desək, onda mümkün deyil təbii ki. Orada artıq
30 milyondan çox olan əhaliyə şəhər deyilir, əhalisi olan əraziyə. Deməli, inzibati ərazi bölgüsü deyilir. İnzibati ərazi bölgüsü nə oldu? Şəhər, qəsəbə və kəndləri idarə edə bilmək üçün müxtəlif ərazilərə bölürlər. Buna inzibati ərazi bölgüsü deyilir. 67 rayon və 79 şəhər var. Bir muxtar respublika, yəni Naxçıvan Muxtar Respublikasına bölünür. Rayonların ərazisində çoxlu sayda kəndlər və şəhər statusuna malik olan rayon mərkəzi yerləşir. Onları Azərbaycan Respublikasının prezidenti təyin edir, kəndləri isə icra hakimiyyəti nümayəndələri idarə edir. Yəni, kəndlər rayon mərkəzi sayılan şəhərə, sonuncular isə paytaxta tabidir. Rayon mərkəzi olmayıb, paytaxta tabi olan böyük şəhərlər var ki, bunlar hansı şəhərlərdir? Gəncə, Şirvan, Mingəçevir, Xankəndi, Naxçıvan, Naftalan, həmçinin Bakı, Sumqayıt, bunları da əlavə eləməliyik. Sırf şəhərlərdir. Bunlar hansısa bir rayonun mərkəzi deyil. Nə deməkdir? Məsəl üçün deyək ki, Şuşa rayonu var, mərkəzi Şuşa şəhəri olacaq. Və yaxud da Quba rayonu var, mərkəzi Quba şəhəridir. Amma bəzi şəhərlərimiz var ki, hansı bir rayon mərkəzi deyil, sırf şəhərdir. Məsəl üçün Gəncə, Şirvan, Bakı kimi, Sumqayıt kimi bunlar da ancaq şəhərdir, rayon mərkəzi deyillər. Gəncə, Şirvan, Mingəçevir, Xankəndi, Naxçıvan, Naftalan kimi belə şəhərlərimiz var ki, bunlar ancaq şəhərdir, rayon mərkəzi deyillər. Bunlara diqqətlə qulaq asmalıyıq. Deməli, burada bir özət kimi keçək. Nədən danışdıq? Kənddən, hər kənddə orta hesabla 750 nəfər yaşayır. Bundan başqa əsasən əhali ərazi, yəni uyğun olan, yaşayış üçün əlverişli olan, əsasən çay sahillərində, düzənliklərdə yaşayır. Orta yüksək dağlıqda isə əhali seyrəkdir, sayı azdır. Biz dedik ki, dünyada deməli, ən hündürdə yerləşən yaşayış məntəqələrindən biri də Qubadadır, Xınalıqda. Buna görə də Xınalıq UNESCO-nun dünya irs siyahısına daxil olmuşdu. Mədəni irs siyahısı deyilir. 2023-cü ildə UNESCO-ya daxil olmuşdu. Sonra nə deyəcək? Qarabağdan işğal olunmuş, azad olunmuş ərazilərdə ağıllı kəndlər inşa edilir. Burada birinci növbədə Zəngilan rayonunun ağıllı kəndini nümunəyə gətirəcək. Burada nədir ağıllılıq? Burada istiyə soyuğa davamlı ekoloji evlərin inşası, günəş panellərindən istifadə kimi müasir şəhər salma standartları tətbiq edilir. Daha sonra burada Azərbaycanda şəhər nədir? Əhalisi 15 mini keçməlidir və kənd təsərrüfatı ilə məşğul olmayan ərazilərdir şəhərlər. Şəhərdə əsasən insanlar nə ilə məşğul olur? Əhali əsasən sənaye, kənd təsərrüfatı, daha doğrusu ticarət, bank işləri və digər işlərə məşğul olur. 55% ölkəmizin 55% şəhərlərdədir, 45% kəndlərdə. İnzibati ərazi bölgüsünə görə 67 rayon, 79 şəhər var. Bir də Muxtar Respublikamız var. Buradan da Muxtar Respublikamızda Naxçıvanlılara salamlar olsun. Həmçinin nədən danışacağıq? Bunu kim bölür? Bunu təbii ki, Azərbaycan Respublikasının prezidenti təyin edir, İlham Əliyev, və kəndləri icra hakimiyyəti nümayəndələri idarə edir. Yəni, kəndlər rayon mərkəzi sayılan, şəhərlər isə sonuncular paytaxta tabidir. Yəni, uşaqlar, deməli, rayon mərkəzi olmayıb, paytaxta tabi olanlar, sırf paytaxta Bakıya tabi olanlar, sırf yəni şəhər olanlar, rayon olmayıb, şəhər olanlar, Gəncə, Şirvan, Mingəçevir, Xankəndi, Naxçıvan, Naftalan, həmçinin Bakı, Sumqayıtı da buraya əlavə edirik. Belə, gəlin tapşırıqlarımıza keçək. Deməli, nə üçün Azərbaycanda kəndlərin çoxu çay sahilində və düzənliklərdə yerləşir? Ümumiyyətcə, əksər yaşayış məntəqələri çay sahilindədir. Dünya tarixən belə olub, təkcə Azərbaycanda yox. İnsanlar çay sahilində, düzənlik ərazilərdə, dəniz okean sahillərində məskunlaşırdılar. Xüsusilə kəndlərdə ona görə yaşayırdılar ki, orada deməli, kənd təsərrüfatı ilə məşğul ola bilsinlər. Kəndlərdə yeganə demək olar ki, məşğul sahəsi, insanların məşğul olma sahəsi kənd təsərrüfatıdır. A-B şəkillərinə əsasən tapşırıqları yerinə yetirin. Məntəqələrin yerləşdiyi ərazini, relyefini və digərlərini baxaq. Deməli, A-da Xınalıqda, Quba rayonunda Xınalıqda, Böyük Qafqaz dağlarında yerləşir. Ağalı kəndi isə Zəngilanda, Zəngilan Araz çayı sahilində iki ölkəli sərhəddə yerləşir. B-də Xınalıq yüksək dağlıq ərazidədir, hündürlüyü 2000 metrdən çoxdur. Ağalı isə düzənlik ərazidədir. Xınalıq müəlliminiz kömək edəcək bunun üçün sizə. İqlim xəritəsinə baxsanız Azərbaycan iqlim xəritəsində Xınalıq soyuq iqlim tipində, Ağalı isə yarımsəhra quruçöl iqlim tipində yerləşir. C şəklinə nəzər salın, Corad, A, B qəsəbələrində. Deməli, burada nə deyəcək? Qısacası sualı özünüz oxuyursunuz. Yaşayış məntəqələri nə ilə fərqlənir? Corad, A və B məntəqələrindən, yəni Quba ilə Zəngilandan nə ilə fərqlənir? A, B məntəqələrində şəkillər kəndə aiddir, amma Corad qəsəbədir. Ağalı və Xınalıq kəndlərindən fərqli, burada əhalinin kənd təsərrüfatı çalışmasına görə fərqlənirlər. Yəni, Ağalı kəndi müasir kənddir, Xınalıq biraz daha geri, ancaq hər ikisi o deyir türklərdə kimi sonuçta bir kənddirlər. Nəhayət bir kənd sayılırlar, amma Corad qəsəbədir Sumqayıtda. Ona görə daha üstün səviyyədə də daha çox inkişaf edilmiş sayılır və qəsəbə olaraq
müəyyən vaxtdan sonra onlar da böyüyəcək, inkişaf edib şəhərə çevriləcək. Azərbaycan siyasi inzibati xəritəsindən rayon mərkəzi olmayan şəhərlər kitabımızda da var idi. Bakı, Sumqayıt, Naftalan, Xankəndi, Gəncə, Şirvan və s. Naxçıvan, bunları yaza bilərsiniz. Bayaq dərs izahında onsuz ki demişəm bunları. Azərbaycan siyasi iqtisadi xəritəsinə əsasən, inzibati ərazi xəritəsinə əsasən DY xəritələrinin şərhlərini yeni müəyyən edin. Tələsik formada çəkirəm ki, dərsə qaçıram. Ona görə bunu sizlərlə paylaşmalıyam. Dünən paylaşmalıydım, paylaşa bilmədim, bugün paylaşıram. Nəysə, Şəki şəhəri Böyük Qafqazın cənubunda, Xırdalan isə Abşeron yarımadasında yerləşir. Şəki dağlıq, Xırdalan düzənlikdir. Şəki mülayim isti, Xırdalan isə yarım səhra quru çöl iqlimində yerləşir. Azərbaycan siyasi xəritəsi yenə deməli Kür çayı sahilində yerləşənlər Qazax, Ağstapa, Goranboy, Bərdə, Sabirabad, Salyan o qədər var ki, yəni xəritənizi qoyun qarşınıza, bu rayonların hamısını yazın. Bol yazın. Dəniz sahilində yerləşənlər Lənkəran, Neçala, Salyan, Xızıl, Xaçmaz yenə də özünüz yaza bilərsiniz. Şabran, Siyəzəm. Qonşu ölkələrdə sərhəddə yerləşən Zaqatala, Astara, Zəngilan, məsəl üçün Zaqatala, Zəngilan iki rayonda, iki ölkə ilə sərhəddədir. Kəlbəcər, Cəbrayıl, Qusar, Gədəbəy, Culfa, Qazax bunlar da iki ölkə ilə sərhəddədir. Qeyd şəklində deməli belə bir piramida yaratdım. Bakı, Şuşa şəhəri, amma siz yəni internetdən araşdıra bilərsiniz, hansısa bir rayonu seçib. Mərkəzi, inzibati rayon mərkəzini seçirsiniz. Şuşa məsələn rayonu, Şuşa şəhərdir. Digərləri isə Şuşanın kəndləridir. Daşaltı, Ağbulaq, Xanalı, Göytala və s. Siz özünüz internetdən yazın, bunları əzbər bilmək məcburiyyətində deyilsiniz. Güya ki, müəllimi olaraq bütün rayonların kəndlərini əzbər bilmirəm. Yox, neçə rayon, neçə kənd var, neçə şəhər var. İnzibati rayon mərkəzi olmayan şəhərlərimiz hansılardır? Bunları bilsək, bəsimizdir. Belə, hər birinizə uğurlar. Gələn dərsimizdə görüşmək ümid edirəm. Sizlərin hər birini çox sevirəm. Sağ olun.